Herkese selam, kanalıma videomuz hoş geldiniz. Ben Asim. Bu günləri yeni bir futbol vlogu çəkirəm. Mən futbola gedirik yeni uçağa. Uşaqlarla yığışmışıq indi kompleksə gedirik. Oyunun başlamağına təqribi bir 20 dəqiqə falan var və bizim də 15 dəqiqəlik falan bir yolumuz var. Belə işlər. Dünənləri də bir video çəkmişəm, medal vermə vlogu. Onu da bu günləri falan editləyərəm böyük ehtimalla. Bunu da bu gün editləyərəm böyük ehtimalla. Açsam paylaşaram, o bilmirəm bunu. Bir dənə belə maraqlı bir şey danışım sizə. Biz indi buraya gələndə biraz ayrı yollardan falan gəldik ki, biraz tez gələk də. Başlanğıcda falan bir it gördük. Yekə it də kangal idi, səhv eləmirəmsə. Keçini falan tapsam əgər qoyaram buralara bir yerə. Nəysə, iti indi böyük mal görəcəyəm, göstərərəm. Nəysə, o indi biz gedirik, bilirik ya it yoxdur. Sonra gördük ki, düşdü bizim dalımızda da. Aynı biz gedirik, bu it yenə düşüb bizim dalımıza gəlir, hürüb zat deyəmir, ağırlı, sakit gəlir. Girmişik ara yola, darvaza çox darısı qaldı da. Bir nəfər gücünə keçir oradan. O da it qabaqdadır. Amil, qorxma Amil! Deyə qabaqdadır. Hə, nəsə bu düşüb dalımızca, biz də gedirik, qabaqda da uşaqlarda bir nəsi dayandı. O dayandı, hamımız dayandıq. İt yaxınlaşır uşağa. Uşaq gedir, qışqırır, gəldi bu. Nəysə falan. İndi sonra təzədən bir də araya girdik, anarxiya mən qalmışdım da bir dəfə də. İti buraxdım ki, keçirən qaqaşım sən get. Yol boyunda sıçdı. Nəysə iti buraxdım, it getdi. Nəysə, onlar ucur qaşlar, mən arxaya qaldım, indi qabaqdadılar. İt də düz qabağımdadır da. Bilməm indi it düşmür, amma it düz qabağımdadır ki, edir üçün ağıllı, amma qəşəngdir və yaxçı itdir. Və bir maraqlı hadisəydi. Yəni, biraz güllüyü, biraz qorxduq, amma maraqlıydı. Baxın, it budur. Uşaqlar yenə qaçırlar. Uşaqlar getdilər yenə özləri üçün. Oy Allah, it sürətləndir. Çox zor deyə bu arada, itlə belə gəlmişik. Çox zor, təzə böyle 10 dəqiqəlik yolu 5 dəqiqə gətizdirib bizə sağ olsun. Orxamda elə bildim adam var. Yəni, çox qəşəng idi. Çox qəşəng deyildi, amma gülməli idi. Bax, bədbəxt Rəşadın suyu düşüb bura. Baxın, bədbəxt Rəşadın suyu düşüb.
hazırda oyundan çıxdıq. Mən səhv yola girdim, deyəsən. Nəsə deyə 9-8 uduzluq ya da 9-9 neçəyə qaldıq. İkisindən biridir. Amma qəşəng oyun oldu və uşaq sağ olsun videonu 4K-da çəkib. Yəni mənim telefonumun yaddaşı dolub, oyun axıra kimi çəkilməyib. Amma yəni oyunun səhv eləmirəmsə 50 dəqiqəsi yaxın var. Biz də ortalama 70-80 dəqiqə falan oynamışıq da. Yəni oyunun ortalama bir yarım saatı falan yoxdur. İndi hazırlığa gəlirəm, hazırlıqdan çıxandan sonra təzədən açaram kameranı. Əgər telefonun yaddaşı dolmamış olsa, amma evə gedəndən sonra 100% videoları başa kompüterə köçürdüb telefondan siləcəyəm.